Salam, hər vaxtınız xeyir. Qarışıqda 4 mol kalsium xlorid və 10 mol natrium xlorid duzları var. Lakin kalsium xloridin dissosiasiya dərəcəsi 80%-dir. Yəni 4 moldan 100% deyil, 80% dissosiasiya edib. Ona görə də birinci növbədə 4-ün 80%-ni tapırıq. 4 vur 80 böl 100 bərabərdir 3,2 mol. Və kalsium xloridin dissosiasiya tənliyini yazanda görürük ki, 1 mol kalsium xloriddən 1 mol kalsium 2 müsbət kationu, amma 2 mol xlor mənfi aniona ayrılır. 1 mol, 1 mol, 2 mol. Bəs ona tapdığımız 3,2 mol kalsium xloriddən nə qədər kalsium alınar? 3,2 mol alınar. Və xlor isə 2 dəfə çox, yəni 3,2 vurulsun 2, 6,4 mol xlor mənfi aniona ayrılacaqdır. Və şərtimizdə verilib ki, kalsiumun mol miqdarı N, ümumi xlor ionlarının mol miqdarı 5N-dir. Deməli, burada N-in qiymətini tapdıq biz neçə? 3,2 mol yazırıq, yəni 3,2 mol. Və ümumi xlor ionlarının sayı isə 5N-dən verilib. Burada N-in qiymətinə 3,2 qoyanda olacaq 5 vurulsun 3,2, eləyəcək 16 mol. 16 molda ümumi xlor mənfi anionların sayıdır. Yəni bu qarışıqda olan ümumi xlor anionlarının sayıdır. Və baxırıq ki, kalsium xloriddən alınan xlor mənfi ionlarının sayı 6,4-dür. Ümumi də 16-dır. Deməli 16-dan çıxırıq 6,4-ü. Yerdə qalır 9,6 xlor mənfi ionu. Bu 9,6 xlor da yerdə qalan bu natrium xloriddən alınan xlor mənfi ionlarının sayı olacaqdır. Daha aydın olsun deyə yazım. Natrium xlorid dissosiasiya edəndə 1 mol natriuma 1 mol xlor anionuna dissosiasiya edir. Burada tapdığımız 9,6 xlor həmin bu natrium xloriddən alınan xlor anionlarının üstünə yazsaq, görürük ki, 1 mol natrium xloriddən 1 mol natrium alınıbsa, 1 mol xlor alınıbsa, 9,6 xlor alınanda deməli 9,6 mol natrium xlorid dissosiasiya etmiş olacaqdır. İndi burada isə deyir natrium xloridin dissosiasiya dərəcəsini hesabla. Əvvəldə şərtdə 10 mol natrium xlor götürülüb, amma biz aldıq 9,6. Onda alfa bərabərdir 9,6 bölünsün ümumi 10 vurulsun 100. Bu da eləyəcək 96. Yəni burada 10 əvvəldə götürmüş natrium xloridin mol miqdarıdır, amma 9,6 dissosiasiya edən miqdarıdır. Biz də deyirik ki, alfa bərabərdir dissosiasiya edən mol miqdarı bölsün mol miqdarı vursun 100%. Ona görə də 9,6-nı böldük 10-a vurduq 100-ə. Aldıq 96. Deməli, birincidə N-in qiyməti oldu 3,2, ikincidə alfa oldu 96%.